Salam uşaqlar, səhifə 41 izah edirəm. Diqqətlə qulaq asın, abunə olmağı, videonu bəyənməyi unutmayın. Diqqətli olun. Deyir ki, yaşıl kvadratlar bütün kvadratların hansı hissəsini təşkil edir? Bütün kvadrat uşaqlar 4'ü bu tərəfdədir, 3'ü də burada. Demə 12 dənədir. Ümumi neçə kvadrat var? 12. Baxırıq yaşıl. Yaşılımıza baxırıq. Yaşıl kvadratlar deyir, bütün kvadratların neçə hissəsini təşkil edir? Hansı hissəsini təşkil edir? 1, 2, 3 və 4. Neydi? 12-də 4. Hər biri 4'ə gedir uşaqlar. Baxın, burada 4'ə bölünür, bu da 4'ə bölünür. Neydir? 1, burada da 3. 3'də bir hissəsi. Bu hansı hissəsini təşkil edir? 3'də bir hissəsi. İndi keçirik digərlərinə baxırıq. Deyir ki, ikincisinə baxırıq. Baxırıq, ümumi neçə dənə kvadrat var? 1, 2, 3, 4, bu da 5. 5 şaqili vəziyyəti, üfüqi vəziyyəti baxaq. 1, 2, 3. 5'i vururam 3'ə. Ümumi kvadratın sayını görmək üçün. 15. Demək, ümumi 15'dir. Yaşıllara baxıram. 1, 2, 3, 4, 5, 6, 7, bu da 8. Nə qədər oldu? 8 dənə. Ortaq böləni varmı? Xeyr, yoxdur. Ona görə nə oldu? 15'də 8 hissəsini təşkil edir. İndi baxırıq üçüncüsünə. Üçüncüdə nədir? Baxırıq 1, 2, 3, 4, 5, 6. 6 şaqili vəziyyət, üfüqi vəziyyət 1, 2, 3. Ümumi nə qədərdir? 18 dənə. İndi baxırıq yaşıllara. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 18'ə 9. Hər biri 9'a gedir uşaqlar. Bu da 9'a bölünür, bu da 9'a bölünür. O da 1, bu da 2. Hansı hissəsini təşkil edir? 2'də bir hissəsinə. Sonra dördüncüsünə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8. 1, 2, 3. 3. Nə elədi? 24 dənə kvadrat var. Bunun yaşıllarına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Nə elədi? 24'də 9. Hər biri 3'ə gedir. Yəni bu da 3'ə bölünür, bu da 3'ə bölünür. Nə elədi? 8, bu da 3. Hansı hissəsini təşkil etdi? 8'də 3 hissəsini təşkil etdi. Keçirəm ikincisinə. 2 dənədir. 3'də 2. 1,6'da 1, 1,2'də 1, 2,6'da 5, 2,6'da 1, 2,6'da 5. Baxırıq. 0 ilə 1 arasında 0 tam olan hansıdır? Bir dənə budur. 1'dir. Aha, 0,3'də 2. Demək, bura A'mız nədir? 3'də 2. İndi baxırıq. 1'ə yaxın və 2'yə yaxın. 1'ə yaxın hansıdır? 1'ə yaxın buranı 3 götür vururam ki, məxrəc eyni olsun. Buranı da 3'ə vururam. Nə alındı? 1,6'da 3. 1,6'da 1, 1,6'da 3. Hansı olacaq? 1,6'da 1 bura düşür. Yazıram. A'mız 3'də 2. İndi B'mizə baxırıq. Dedim ki, 1'ə yaxın hansı olmalıdır? 1,6'da 1. C'dir bu. Bir dəqiqə. Aha, bu C'dir. C'mizin qiyməti 1,6'da 1. D'nin qiyməti 1,2'də 1 olur. Çünki baxın 3'ə vururam, buranı da 3'ə vururam. Nə elədi? 1,6'da 3. D'miz nə oldu? 1,6'da 3. Aha, Y'yə baxıram. Y'də nə deyir? Y 2,6'da 1 olmalıdır, yoxsa 2,6'da 5. Demək, Y'miz 2,6'da 1. Çünki 2'yə yaxın olmalıdır. B'miz nə oldu? 2,6'da 5. İndi bunları təyin etdik. İndi ikincisinə keçirəm. Bu birincisi idi.
İndi 3 ilə 4 arasında hansı olar? 3 ilə 4 arasında 3 olar. Yəni enimiz 3/2-də 1 oldu. İndi 4 ilə 5 arasında. 4 ilə 5 arasında 4 tamlar olmalıdır. 4 tamlara baxın bir dəqiqə. Hərflər etdi. E-mizin qiyməti təyin edirəm. 4 ilə 5 arasında 4-ün 4/8-də 3'dür. K'nın qiyməti 4/8-də 7'dir. İndi F'in qiymətinə baxırıq. F'in qiyməti yəni 5'ə yaxın olmalıdır. M isə 6'ya yaxın olar. 5'ə yaxın olarsa uşaqlar 5 kiçik olmalıdır. 5/4'də 1. M isə 5/4'də 3 olur. 5/4'də 3 olur. İndi keçirək üçüncüsünə. Üçüncüdə baxırıq. 5 ilə 6 arasında hansı yerləşər? C'ni yazıram. 5/2'də 1. P'nin qiymətinə baxırıq. 6 ilə 7 arasında. Baxırıq. Baxın 6 yaxın P olmalıdır. P'mizin də hansı qiyməti? 6/5'də 2. 2 dənə P verir uşaqlar. Burada tamam fərqli hərf olmalıdır. İndi bu birisi P. Yəni burada çap səhvdir. Ya R olmalıdır, ya belə eləyək R olsun. Yəni çapındadır. Səhvdir. 6/5'də 3 olmalıdır. Q'nun qiymətinə baxaq. Q'nun qiyməti və H'ın qiyməti. Q'nun qiyməti 7/1 oldu. H'ın qiyməti isə 7/7 olacaq. İndi üçüncüsünə baxırıq. Təsvirlərin qarışıq ədədlərini yazın. Qarışıq ədəd odur ki, tamla olmalıdır. Neçə tamı dolubdur? 3 tamı. Neçəsi 4'də 1'i rənglənib. Sonra keçək. İndi ikincisinə. Bunun birincisi idi. İkinciyə baxırıq. Neçə tamı rənglənib? 2 tamı. Neçədə biri dolub? 2'də 1'i. İndi üçüncüsünə baxırıq. Neçə tamı rənglənib? 3 tamı. Neçəsi rənglənib? 2'də 1'i. Keçirəm dördüncüsünə. Verilən kəsrlər arasında şərtə uyğun olanları müəyyən edin. 9-6'ya bərabər kəsirlər. Uşaqlar, indi elə bir ədədlər var ki, bunların içində 9-6'ya bərabər olsun. Gəl bir-bir araşdıralım uşaqlar. 6'da 4, hər biri 2'yə gedir. Nə alındı? 3'də 2. İndi bir şey var. Yəni mən elə gətirməliyəm ki, buna bərabər olsun. Onu orada həkk elədim. 3'ə vururam mı? 3'ə vururam. Nə alındı? 9'da 6. Demək, bunda oldu. Birincidə oldu. İndi keçirəm 6'da 5. 6'da 5'i uşaqlar 9-6'ya bərabər ola bilər. Yəni nəysə vuranda 9-6'ya gəlir. Xeyr, üstünə xətt çəkirəm. Bunda olmaz. İndi keçirəm ikincisinə. 12'də 8. Hər biri nəyə getsin? 4'ə gedir. 4'ə gedir. Nə alındı? 2. 4'ə gedir. 3. İndi mən necə eləyərəm bu 9-6'ya bərabər olsun? Baxın buna. Belə oxla göstərim. Bərabər eləyəm. 3'ə vuraram, 3'ə vuraram. Nə elədi? 9'da 6. Demək, bunda da oldu. 9'da 6. İndi gəlirəm 3'də 2'yə baxıram. Neçəyə vuraram ki, 9'da 6'ya bərabər olsun? 3'ə. Neydi? 9'da 6. Demək, 3'də 2'ndə oldu.
İndi keçirəm 12-də. Bu baxın bunu götürün burada. 9 6-ya bərabər olur bu da. İndi keçirəm 12-də 9-u. Hər biri 3-ə gedir. 3-ə gedir. Nə edir? 4-də 3. Bərabər olurmu? Xeyr. 9 6-ya bərabər eləyə bilmərik. Keçirəm. İkincisinə. 4-ün. Bir dəqiqə. 4-ün ikincisini. İkinciyə baxırıq. Böyük deyir 3-də 2-dən böyük kəsirlər yaransın. Baxaq. 6-da 5. İndi deyir 3-də 2-dən böyük kəsirlərdir. 3-dən 2. 3-də 2-dən böyük kəsirlərdir. Baxaq. 2-yə vuraram, 2-yə vuraram. Böyük kəsir alınırmı? Baxın. 3-də 2-dən böyük kəsirdir. Bəli, bu 3-də 2-dən böyük kəsirdir. 6-da 5 böyük kəsirdir. Bunu götürürəm. 3-də 2-dən böyükdür. Sonra 2-də 1-ə baxaq. Yəni buradan yazım 6-da 5. Bir dəqiq. İndi 2-də 1, 3-də 2, digəri də 2-də 1-dir. 3-də 2-dən görə böyükdürmü? 3-ə vuraram, buranı da 2-yə vuraram. Buranı 3-ə vurdum. Nə elədi? 6-da 4, 6-da 3. 3-də 2-dən böyükdürmü? Xeyr, kiçikdir. 3-də 2-dən böyük deyil. 2-də 1, 3-də 2-dən kiçikdir. Bunu götürmürəm. İndi 9-da 7-sinə baxıram. 9-da 7, bir də 3-də 2. İndi 3-ə vuraram ki, eyni olsun. Uşaqlar müqayisə üçün eyni məxrəc lazımdır. Ona görə eyni məxrəci gətirirəm. 9-da 6. 3-də 2-dən böyükdürmü? Bəli, bunu götürürəm. 3-də 2-dən böyükdür. Sonra keçirəm 9-da 4. Biri 3-də 2-dir, biri də 9-da 4. Hər biri 3-ə vuram. Nə edir? 9-da 6, bu da 9-da 4. 3-də 2-dən böyükdürmü? Xeyr, kiçikdir. 3-də 2-dən kiçikdir. Sonra 12-də 10. Bir də 3-də 2. 4-ə vururam. 4-ə vururam. 12-də 10. 12-də 8. 3-də 2-dən böyükdürmü? Bəli, 3-də 2-dən böyükdür. Uşaqlarda bunu qeyd eləyim. Mən sildirəm bunu. Belə silmək daha rahatdır mənim üçün. Sonra keçirəm 4-ün 3-cüsünə. 3-cüdə. Deyir ki, 8-də 5-dən kiçikdir. 4-də 3, 8-də 5. Yazaq. Sonra 2-də 1, 8-də 5. Hamısını yazım. 16-da 10, 8-də 5. 8-də 7, yine 8-də 5. 16-da 12, yine 8-də 5. İndi baxırıq 8-dən 5-dən, 8-də 5-dən kiçik kəsirlər. Baxırıq 8-də 5-dən kiçikdirmi? Baxaq. Vuraram 6, 8-də 6. Baxın buraya qoyuram. 8-də 6 və 8-də 5. Deyir ki, 8-də 5-dən kiçik kəsirlərdir. Xeyr, 8-də 5-dən böyükdür. Bunu götürmürəm. İndi buna 4-ə vururam, buna da 4-ə vururam. Bu 8-də 4, bu da 8-də 5. 8-də 5-dən kiçik kəsirdir. Bəli, 8-də 5-dən kiçikdir. 2-də 1-i götürdüm. Sonra 2-yə vururam, 2-yə vururam. Nə eləyir? Bərabər eləyir. Baxın bununkinə. Belə oxuyum. Bu 16-da 10 eləyir. Bu da 16-da 10 eləyir. Bərabərlik var. Olmaz. İndi baxırıq. Hansı böyükdür, hansı kiçikdir.
8'də 5'dən kiçikdir. Xeyr, 8'də 5'dən böyükdür. Sonra keçirək. Buranı 2'yə vururam, buranı 2'yə vururam. 16'da 12, 16'da 10. İndi deyir ki, 8'də 5'dən kiçikdir. 8'də 5'dən kiçikdirmi? 8'də 5'dən kiçik deyir, böyükdür. Ona görə bunu götürmürük. Bir dənə oldu. Aha, bəli. Bir dənə oldu. Keçirəm indi. 5-cisinə. 5-cidə nədir? Hesablayın və cavabı ixtisar olunmayan kəsr şəklində yazın. Bura nə edir? 8'də 5 ilə 8'də 1'i toplayanda 8'də 6. İndi ixtisar olunmayan kəsr şəklinə gətirir. 2'yə bölünəcəm. Bunu da 2'yə böləcəm. Nə elədi? 4'də 3. Cavabımız 4'də 3. Birincisi 4'də 3. İkincisinə baxıram. 10'da 9 ilə 10'da 3'ü toplayan nə eləyir? 10'da 12. Hər birini gətirirəm ki, ixtisar 2'yə bölürəm, 2'yə bölürəm. 6'da 5. Bərabərdir 1 tam 5'də 1. İxtisar olunmayan kəsrə gəldi. Qarışıq ədəd kimi yazdım. Sonra üçüncüsünə baxırıq. 15'də 7 çıxılsın 15'də 1. Nə edir? 15'də 6 eləyir. Hər biri 3'ə bölünür, 3'ə bölünür. 2, bu da 5. Nə etdi? 5'də 2. Dördüncüsünə baxırıq. 16'da 9 ilə, baxın 16'da 9 ilə 16'da 3 nə edir? 12. 16'da 12. Hər biri nəyə gedir? 4'ə gedir. 3, 4'ə gedir 4. Sonra 5-cisinə baxırıq. 12'də 7 ilə 12'də 5'i toplayanda 12'də 12 eləyir uşaqlar. O da 1 deməkdir. 6-cısına baxıram. 9'da 7'dən 9'da 1 çıxan nə edir? 9'da 6. Hər biri 3'ə gedir. 3'ə gedir. 2, 3. Nə etdi? 3'də 2. Sonra 7-cisinə baxırıq. 14'də 11'dən çıxıram. 14'də 3'ü nə edir? 14'də 8. Hər bir 2'yə gedir. 4, 2'yə gedir. 7. 7'də 4 cavabımız. 8-cisinə baxırıq. 8'də nə deyir? 8'də deyir ki, 20'də 11 ilə 20'də 1'i toplayanda 20'də 12 alınır. Hər biri 4'ə gedir, 4'ə gedir 3, 4'ə gedir 5. Nə alındı? 5'də 3. 9'a baxırıq. 9'a baxırıq. 8'də 1 ilə 8'də 3'ü toplayan nə eləyir? 8'də 4. 1'dən çıxıram. 8'də 4'ü. Uşaqlar 8'i bu 1'ə vuracaqsınız. Nə eləyir? 8 çıxılsın bu 4. Məxrəc olduğu kimi qalır. 8'də 4. Hər biri 4'ə gedir. 4'ə gedir. Alınır 2'də 1. Sonra keçirəm 10'uncuya. 10'uncuya. 10'uncuda nədir? 12'də 1, 12'də 2, 12'də 5 toplayanda nə eləyir? 12'də 8. Hər biri 4'ə gedir. 2 alınır. 4'ə gedir. 3 alınır. 11'ə baxıram. 11'də nə deyir? 10'da 7 üstə gəl. 10'da 1 nə elədi? 10'da 8. 10'da 8'dən də 3 çıxanda 10'da 5. Hər biri 5'ə gedir. Hər biri 5'ə gedir. 1, bu da 2. Nə etdi? 2'də 1. 12-cisinə baxırıq. 16'da 7 ilə 16'da 5 toplayanda 16'da 12 edir. 1'dən çıxıram. Baxın burada. 16'da 12.
1-i 16'ya vurursunuz uşaqlar. 16'dan da 12 çıxıram 16. 16'da 4. Hər biri 4'ə gedir. 4'də 1. Cavabımız 4'də 1. Şimdi 6'cısına baxıram. Buna 4'də 1 yazım. Orada görünmədi. Keçirək indi bura. Bunu hesablayaq. 1 çıxılsın 8'də 1 uşaqlar. 8'i bu 1'ə vurursunuz. Buradakı 1'ə. İlədi 8. Çıxılsın bu 1'i. Məxrəc olduğu kimi qalır. Neydi? 8'də 7. İndi 8'də 7. Bura nə etdi? 8'də 7. Bərabərdir. 8'də 3 üstünə gəlirik. Neçə gələndə 8'də 7 eləyir? 8'də 4. Xanamızın qiyməti nə oldu? 8'də 4. 8'də 4 oldu. İkincisinə baxıram. 12'də 11 çıxılsın 12'də 1. Neydir? 12'də 10. 12'də 10. Bura neydi? 12'də 10. İndi. Bura 12'də 10'dur. Bərabərdir. Nə gəlsən ki 12'də 7 eləyir. O da 12'də 3'ü gəlsəm 12'də 10 edər. Üçüncüsünə baxıram. 5'in 9'u toplayan nə eləyir? 14. 16'da 14 bərabərdir. Neçə gəlsəm ki 16'da 13. 16'da 14 eləyər. 16'da 1. 16'da 1. Hansı ədəddən 20'də 7 çıxsa 1 tam 20'də 9. 1'dən çıxırıq 20'də 9. Uşaqlar, əvvəlcə buranı hesablayaq. 20'ni bu 1'ə vururuq. Nədir? 20 çıxılsın 9. Məxrəc olduğu kimi qalır. Nə alındı? 20'də 11. Bura 20'də 11 eləyir. 20'də 11. Demək, hansı ədəddən 20'də 7 çıxanda 20'də 11 eləyir? Demək, 20'də 18. 5-ci. 1'i 8'ə vururam. 8 çıxıram 1'i. Məxrəc 8. 8'də 7. Bura 8'də 7 elədi uşaqlar. Bura sol tərəf 8'də 7. Bərabərdir. Baxın. Yazıb ki 8'də 3'ün üzərinə nə gəlsən 8'də 7 eləyər. Baxın buranı da yəni. 8'də 4. Cavabımız 8'də 4'dür. Altıncısına baxırıq. Deyir ki 14'də 9, 14'də 1'i çıxsa 14'də 8 edir. Bərabər qoyuruq. 1'dən neçə çıxsan 14'də neçə çıxsan yenə 14'də 8 eləyər. Baxın 14'ü bu 1'ə vuracam 14 eləyir. Neçəsini çıxsan 8 eləyər. 6'sına. Baxın buranı hesablayın. Baxın görün. 1'i 14'ə vuram 14. 6'ını çıxsam 14. Nə elədi? 14'də 8. 7'yə baxırıq. 24'də 5 üzərindən neçə gəlsəm 24'də 7'ni 24'də 11 nedir? 24'də 18. Demək 24'də 13 imiş. 8-ci 11'də 5 ilə 11'də 4'ü toplayan nə eləyir? 11'də 9.
Bu 11-də 9. Demək 11-də 2 çıxsaq. Çünki 11-i 1-ə vuranda 11, 2-ni çıxsam 9. Nə etdi? 11-də 9. Burada nə yazdım? 7-cidə. Demək 13.